E-yə yoxsa V-yə? Bildiyimiz kimi hər ikisi də hava deməkdir. Ancaq gəlin iki söz arasındakı fərqi öyrənək və başlayaq ilk öncə E sözü ilə. E sözü nəfəs aldığımız hava deməkdir. Yəni nəfəs aldığımız havanı bildirir. Bir sözlə E atmosferdəki qazdır ki, biz bundan nəfəs alırıq. Məsəl üçün deyirik ki, biz havasız yaşaya bilmirik. Cümləsinin tərcüməsinə baxsaq, o zaman we can't live without air. Gördüyümüz kimi bu bizim nəfəs aldığımız havanı bildirir və ona görə deyirik ki, we can't live without air. Və yaxud da digər bir cümləyə nəzər salaq, deyək ki, zavodlar havanın çirklənməsinə səbəb olur. Gəlin bu cümlənin tərcüməsinə baxaq. Factories cause air pollution. Gördüyümüz kimi zavodlar yenə bizim nəfəs aldığımız havanı çirkləndirir və biz burada E-dən istifadə edirik. Keçək V-yə. Görək V nə deməkdir? V isə hava şəraitidir, yəni havanın gündəlik vəziyyətini bildirir. Hava şəraitidir, gündəlik vəziyyətdir. Məsəl üçün deyirik ki, bugün hava çox soyuqdur. Bu cümlənin tərcüməsinə nəzər salsaq, görürük ki, burada hava durumundan söhbət gedir və ona görə də the weather deyirik. The weather is very cold today. Digər cümləyə nəzər salaq, deyirik ki, məsəl üçün Bakıda hava necədir? Bu cümləmizdə də hava sözünü biz vəzə kimi tərcümə edirik. Çünki burada yenə Bakıdakı havanın gündəlik vəziyyətini soruşur və deyirik ki, what is the weather like? What is the weather like in Baku? Deməli, E oldu nəfəs aldığımız hava, vəzə isə oldu gündəlik havanın vəziyyəti.